Energetika naziri Pərviz Şahbazov 2-ci İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində keçirilən dəyişən qlobal mənzərədə enerji təhlükəsizliyi, bağlantılar və əməkdaşlıq mövzusunda nazirlər sessiyasında çıxış edib. Sessiyada Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Gürcüstan, Moldova, Liviya, Somali, Nigeriya və Sudanın nazirləri çıxış edib. Pərviz Şahbazov çıxışında Azərbaycan və Türkiyə arasında həm enerji sektoruna böyük investisiyalar yatırılması, həm də neft-qaz kəmərləri və elektrik infrastrukturu üzrə müxtəlif layihələrin icrası ilə uğurlu əməkdaşlıq modelinin olduğunu vurğulayıb. Bildirilib ki, hər iki ölkə enerji sektorunun inkişaf strategiyasını mənbələrin və marşrutların şaxələndirilməsi, eləcə də daha geniş enerji bağlantılarının yaradılması üzərinə qurub. Nazir son dövrlərdə baş verən geosiyasi proseslərin enerji bazarlarına təsirləri fonunda 21-ci əsrdə enerji gücünün artıq yalnız hasilatla deyil, həm də təchizat təhlükəsizliyi, enerji bağlantıları və etibarlı tərəfdaşlıqla ölçüldüyünü qeyd edib. Zəngəzur üzərindən keçərək Türkiyəyə çatacaq yeni elektrik bağlantısının Türkiyənin regional enerji hub rolunu daha da gücləndirəcəyi bildirilib. Özbəkistanın Çinlə enerji əlaqələrini nəzərdə tutan layihələrin fonunda gələcəkdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzərindən Çinlə Avropa arasında yeni enerji bağlantılarının formalaşmasının Avrasiyanın enerji arxitekturasını dəyişdirəcəyi qeyd olunub. İki uğurlu enerji layihəsindən danışmaq istəyirəm. Bunlardan biri Bakı-Tbilisi-Ceyhan neft boru kəməridir. İkincisi isə Cənub qaz dəhlizidir. Bu da təbii qaz boru xəttidir. Bu iki layihə hazırda ən etibarlı və ən gözlənilən nəticələri verən layihələrdir və onlar yalnız ölkələrimizi və qonşularımızı birləşdirmir. Eyni zamanda Azərbaycan, Türkiyə və digər tərəfdaşlarımızı bölgəmizdə Avrasiyadakı yeni enerji infrastrukturunun mühüm oyunçularına çevirir. Hazırda ölkələrimiz arasında müzakirə olunan layihələrə baxsaq, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik interkonnektorları layihəmiz mövcuddur. Başqa bir interkonnektor layihəsi də Xəzər bölgəsindən Xəzərdəki enerji mənbələrini götürərək Azərbaycan və Ermənistan üzərindən keçəcək. Zəngəzur, Naxçıvan dəhlizi vasitəsilə oradan Türkiyəyə çatacaq. Bu, Türkiyəni enerji mərkəzinə çevirəcək bir layihədir. Nazir elektromobillik, elektrikləşmə, data mərkəzləri, süni intellekt və digər texnoloji inkişafların enerji və elektrik enerjisinə tələbatı sürətlə artırdığını diqqətə çatdırıb. Bildirilib ki, artıq əsas məsələ enerjinin ən ucuz mənbədən əldə olunması deyil, onun əlçatanlığının və təhlükəsiz təchizatının təmin edilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.